Salam, hər vaxtınız xeyir olsun. Deməli, 2019-dan 2026-cı il daxil imtahanlarda istifadə olunan fonetika suallarına baxasıyıq. Amma burada bunu nəzərə almaq lazımdır ki, deməli, hər il 3 dənə imtahan olur. Birinci zona, ikinci zona və məzunlar üçün. Biz 11-ci siniflərdən danışırıq, bunu da deyim. Hər imtahanda fonetikadan bir sual düşür. Biz hər ildə istifadə olunan 3 imtahandan, yəni birini, yəni 8 dənə sual var burada. İnşallah onlara baxacaq. Növbəti videolarda da yəqin ki, digərlərinə baxarıq. Məsəl üçün, bu 2019-un sualıdır. Baxaq burada nə istəyir? Deməli, bəzən imtahanlarda orfoqrafiya soruşur, sırf düzgün yazılışı. Bəzilərində isə çox vaxt deyə bilərik ki, fonetik qaydalardan suallar olur. Deməli, bəs bu sualları hardan tapaq? Bunları necə öyrənə bilərik? Biz DİM-in orfoqrafiya, orfoepiya lüğəti var. Bütün suallar oradan düşür, yəni başqa yerlərdən düşmür. Əzik üzükdə defis olmalı idi burada. Ümid sözü tələffüzünlə verilmişdir, yəni D olmalıdır. Layihə sözü olmalı idi, lahiyə yazılıb. Deməli, doğru cavabımız kömbədir. Bunu da bütün dərs qayda kitablarında kömbə, pambıq, bu tipli sualların sözlərin hamısını əzbərləmək lazımdır, var hamısında. Birinin yazılışı səhvdir. Burada səhv olan C variantıdır, illüstrasiya yazılır. Burada illus yox, illüstrasiya olmalıdır. Burada izah olunacaq başqa bir şey yoxdur. Bu neçənci ilin sualıdır? Bu 2020-ci ilin sualıdır. Gəldik 2021-in sualına. Bəstələyir sözünün birinci tələffüzünü yazmaq lazımdır. İmtahanda da yazmağı tövsiyə edirəm. Karandaşla. Bəstəliyir olmalıdır. Bəstəliyir. Neçə dənə fərq var? 2 dənə fərq var. Bir T-nın D-yə çevrilməsi, Ə-nin İ-yə çevrilməsi. Deməli, 2 fərq varsa, deməli, 3 doğrudur. Yazılışı ilə deyişi arasında 2 fərq var. Bizdən dili düzləri soruşacaq. Tərkibində uzun tələffüz olunan sait var. Yoxdur. Deməli, bir səhvdir. Bir qapalı, 3 açıq var incə üzdə. Baxırıq ki, bir qapalı yox, 2 qapalı var. Biz fonetik qaydalara tələffüzdə baxırıq. Ahəng qanunu, heca, vurğuya, yazılışda baxırıq. Qalan şeyləri, yəni sait, samit, uzanma və digər ümumiyyətcə nə varsa tələffüzdə baxırıq. Bir qapalı var, 3 açıq. Bu da səhvdir, çünki 2 qapalı var. 4 hecalıdır, 4 dənə sait var. Bəli, ahəng qanununa tabidir. Deməli, 3-4 doğrudur. 4 dənə cingiltili var deyir. Baxaq, 1, 2, 3, 4, 5 dənədir. 5 səhvdir. Deməli, doğru cavabımız C variantı. Baxırıq, 2022-ci ilə baxırıq. 2022 ardıcıllıqla qeyd eləmişəm, bəziləri ardıcıllıqdan çıxır. 2 dənə söz artıq deyir, yazılışından fərqlidir. Ağacdakı B-C-D-C qaydası var. Burada C Ç-yə çevrilir. Yəni bir fərq var burada. İkincidə ümumiyyətcə fərq yoxdur. Üçüncüdə uzaq idi var. Uzaq idi, G-yə çevrilir. Əslində sərin idi, o da elə olur, amma bizdən söz istəyir. B variantını deyirdim. Sular durulur, havalar istiləşirdi. Burada bir dənə D-yə çevrilmə var, istiləşir. Amma Y variantında 2 dənə fərq var. Fərqləri qeyd eləyək. B-D-C-C qaydasıdır. Bax, bu sərhədçilər olur. Dayanmışdılar, o dayanmışdılar. Belə. Gəlir 2023-cü ilə, o vaxtları mətnlər çox çətin olmuşdu 2023-cü ildə. Amma qrammatikası isə olduqca asan idi. 24-25 yavaş-yavaş da qammatikanı çətinləşdirdilər. Deməli, baxaq, ülviyyət olmalıdır. Ülvi sözü var, buradan yadda saxlamaq vardı. Sırğanı da yəqin çox eşidirik. Sırğa, pasiyent da artıq işlənilən bir sözdür. Y olmalıydı. Burada səhvləri istəyib 1, 4, 5. Bunu yenə deyirəm, bu sualları bilmək üçün, sözlərin düzgün yazılışını bilmək üçün DİM-in orfoqrafiya, orfoepiya lüğəti
Sadəcə alıb baxmaq lazımdır. Çox qalın da deyil. Deməli, gəldik 2024-cü ilin sualına. Bizdən burada nə istəyir? 2 fərq, fərq yoxdur və 3 fərq. Əzmkar sözündə i olur. Əzmkar, deməli bir fərq var. Rahatlıq olur nə? Rahatlıq. Bu oldu. 2 fərq, səyyahda fərq yoxdur. Şirinliklənmək, bu xıştırık olur. N, m-yə çevrilir. Sonda da xıştırık olur. Deməli, burada da 3 fərq var. Məftil olanda d-yə çevrilir. Bir fərq var. İndi uyğunlaşdırmamız rahat olacaq. Fərq yoxdur deyirdi bir də. 2 fərq var. B variantında var. 3 fərq də D variantında. C, B, D. Deməli, doğru cavabımız nə oldu? B variantı. Bu 2026-cı sualda ardıcıllığımız pozmayaq. 2025-in sualına baxaq indi. 2025'te tamam başka bir şey istəyir. Yenə sözlərin doğru yazılışıdır, amma başqa cür. Eyni sözdədir. Eyni hərf buraxılmışdır. Məsələn, favorit, pianino. Bu eyni deyil. Fanatizm, mavzoley. Bu da eyni deyil. Dağüstü, cömert. Fərqlidir. Prototip, metafor. Çemodan, çemodan neydi? Çamadan. Çemodan niyə mən dedim? Yoxsa səhv mi yazılıb? Filarmoniya. Filarmoniya. Bu yəqin hardasa belə yazılışı var, oradan ağlıma qalıb. 2 dənə A olmalıydı. Deməli D variantı oldu cavab. Çamadan və filarmoniya. Hər ikisində A olmalıdır. Gəldik hara? Bizdən nə istəyir? Burada biraz ardıcıllıq pozulub. Bu 2026-cı sualdır. Deyir, yazılış deyiliş fərqlənmir. Yəni 0 fərq. Səs və hərflərin sayı bərabər deyil. Ya artma var, ya azalma var. Yazaq art, azal. İkisindən biridir. Səs artması və ya düşməsi. Burada da gələn ən yaxşısı belə eləyək. Kar samitin istəyir. Bax, sənət sözündə heç bir şey yoxdur. Ay, bunu niyə belədir? Deməli, sənət sözündə heç nə yoxdur. Heç nə yox isə nəyə düz gəlir? Yazılış deyiliş fərqlənmir. Deməli, 1-ə düz gəldi 1. Doğru cavab burada olsa da biz yenə baxaq. Məsələn, səhifələrində sözündə də heç nə fərqlənmir. Səhifələrində. Deməli, 1-ə gəldi 1 ilə 3. İndi gəl görək 2-yə nə olacaq? 2-yə. 2 nə idi? Bərabər deyil. Baxırıq, harda düşmə var. Şəxsiyyət sözündə y şəkilçidir. Şəxsiyyət. Onda biri düşməli idi. Deməli, bu 5-ə gəlir. 2-yə 5 gəldi. Kar samit yoxdur. Burada diqqət eləmək lazım. K-dan sonra sait gəlib deyə y-yə çevirir. K-yə əvəzlənməsi, amma tələffüzdə. Deməli, 3-ə də 4 düz gəlib. 1-ə 3. 1-ə 1, 3, 2-yə elə D variantı doğrudur. Belə, 8 dənə suala baxdıq. Yəqin ki, digər videolarda çalışdığımız qədər digər tapdığımız fonetika suallarına da baxacağıq. Təbii ki, hamısı yoxdur. Çünki əvvəllər suallar çıxmırdı. Sonradan çıxmağa başladı. Başqalar da var. İnşallah növbəti videoda da düşünürük ki, o suallara baxaq. Və siz bu suallara baxdıqca artıq necə suallar, hansı tipli suallar düşdüyünü anlayacaq. Zaten belədir ki, imtahanda dim çox da fərqli suallara getmir. Qrammatikada bir dənə ola bilər ki, üslubunu dəyişsinlər. Daha çox yəni eyni tipli suallardan istifadə olunur. Sağ olun.